Allah dedi ki, bir iş görüm ki, hamıya əl çatan olsun Allahın zikri. Hamıya. Belə ancaq xüsusilər gedib çata bilir. Bəs neyniyək ki, hamı bunu təcrübədən keçirsin, hamı özünü unuda bilsin. Bu öz o qədər çətin şeydir ki, bunu unutmaq çətindir. Moizə edirsən, xeyri yoxdur, namaz qılırsan, xeyri yoxdur. Nə qədər çalışırsan, yenə mən gəlir, mən. Bundan çıxardasan ki, tam qərq olsun zikrə, bunun üçün bir mühüm hadisə lazım idi. Ki, İmam Hüseyni ona görə qətligaha Allah göndərdi. Göndərdi ki, bütün səsləri batıra bilsin. Bütün qeyri diqqət çəkən mövzuları gözdən sala bilsin. O da Kərbəladır və o məclislərdə iştirak edənlər də bilirlər ki, buna İmam Hüseyin nail ola bilir. Bunu təcrübədən keçirdirlər. Və İmam Hüseynin zikri ilə insan necə